Deməli, bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bizim YouTube izləyiciləri, ümumiyyətcə biz niyə hər gün YouTube'a video atırıq? Çünki burada çox gözəl qəlbli insanlar, çox ürəyi təmiz, çox mərhəmətli insanlar bizə baxırlar. Ona görə biz YouTube'a çox həvəsliyik. Amma və lakin, bəzən bir də görürsünüz ki, böyüklərə aid də video çəkirik. Və həmin böyüklərin də baxdığı videolarda niyəsə linçlər çox olur. Uşaq qəlbi ilə böyük qəlbinin arasındakı fərq hər kəsə aid deyil. Deməli, sonuncu təmizlik videomuzda biri Rabiənin qab yuduğu videoya baxmamış, ikinci videoya yazıb ki, Rabiə pintidir, nə bilim, tənbəldir, çox qıcıqlaşıb, heç bir iş görmədi, kömək eləmədi. Hansı ki, uşaq bundan əvvəlki part 1-də nə qədər qab yuyub, asmır eləyib və Rabiə elədiyi üçün, Məryəm də ondan baxıb həvəsləndiyi üçün ikinci videodakı asmırları Məryəmə veririm. Sonra yazmasınlar ki, Məryəmlə Rabiə arasında ayrı seçkili edirsən. Və əlavə olaraq yazıblar ki, bu pintidir, televizorun dalından çıxan toza bax. Nə bilim, elə belələrinin bəxti gətirir. Təbii ki, mənim bəxtimi gətirməlidir. Yəni, bu dünyada ədalət varsa, bu dünyada mərhəmət varsa, bu dünyada hələ də Allahı sevən insanlar varsa, bu dünyada inanclar varsa, təbii ki, mənim bəxtimi gətirməlidir. Əgər mən bu uşaqlara öz balam kimi sahib çıxıramsa, özümə nə alıramsa, bir dənəsini belə əksik eləmədən onlara da alıramsa, onları bir dəqiqə belə yanımdan ayırmıramsa, yediyimdən, içdiyimdən ayırmıramsa, təbii ki, mənim bəxtimi gətirməlidir. Allah da bir yerdə əlbəttə ki, məni mükafatlandıracaq. Mən ev yığışdırmıram deyə belələrinin bəxti gətirir. Bu nə deməkdir? Bu necə bir rəydir ümumiyyətcə? Güldüm, Allahın olsun. Hələ biri mənə minnət qoyub yorumlarda ki, hamilədir deyə ürəyi sındırmaq istəmirəm, amma sındırdın da öncə. Yəni onu yazandan sonra o hamilədir deyə yazmasaydın da olardı. Çox pintidir. Birincisi, bizim evə həftədə 2 dəfə ev yığışdırmağa köməkçi xanım gəlir. Çünki mən uşaqların məktəbi ilə, bütün günü onları gəzdirməklə, səhərdən axşama kimi video çəkməklə, videodan əlavə öz işlərimlə məşğul olmaqla, bütün günü evdə olmayan bir insan, pul qazanan bir insan, uşaqlarını əyləndirmək üçün səhərdən axşama kimi gəzdirən bir insan hansı ara ev yığışdıracaq? Bunun üçün də professionallardan yardım alıram və bəzi professionallar da vicdanla işinə yanaşmırsa, bu benim sorunum deyil arkadaşlar. Qoy ev yox, evimiz çirkli olsun, amma əsas odur ürəyimiz təmizdir. Bir də bəziləri yazıb ki, vicdansız uşaqları işlədir. Uşaqlar, mən sizi zorla işlətmişəm. Yox. Özünüz istəyib mən kömək eləmişsə, düzdür? O bu videoda mən tək başına oturub sıxıcı danışmadan təmizlik elədim. Bu kimin nəyinə lazımdır? Burada məsələ zaten komanda işi, ailəlikcə birləşib bir şeylər eləmək, həm evi yığışdırıb, həm birlikdə zaman keçirtmək. Bizlə birlikdə təmizlik görən izləyicilərin bizə baxa-baxa həvəslənməsi, ürəklərin sıxılmaması, vicdansızlıqla bu nə əlaqəsi var? Mən uşaqların ayağının altına kimi lazım olanda yuyuram, qızdırmaları olanda səhərə qədər yatmıram. Nə var, doğma anaları deyiləm deyə mən köməyə layiq deyiləm, yəni. Allahım.